Değerli şagirdlər, baxırıq funksiya və qrafiklərdən Elmədin Tağıyevin kitabından suallara. 151-də verilib ki, y bərabərdir x minus 5 kvadratı. Deyir, funksiyanın təpə nöqtəsinin koordinatlarını tapın. Ümumiyyətlə, kvadratik funksiyada y bərabərdir x minus m kvadrat plus n. Bu ifadələrdə bunun təpə nöqtəsinin koordinatları nə idi? M və N. Təpə nöqtənin koordinatları olurdu. Düzdürmü? Və verilən funksiyaya diqqət etsəniz, y bərabərdir 1 vurulsun x minus 5 kvadratı plus 0. Yəni n 0'dır, m isə müsbət 5'dir. Bizə lazım olan bu ifadəni sıfıra çevirəndir. Yəni müsbət 5. Bizim artıq mn cütümüz 5, 0. Yəni koordinatlar 5, 0 y bəndi. Sonra 152. 152-də deyir ki, təpə nöqtəsinin koordinatları. Yenə eyni qaydada y bərabərdir x kvadrat plus 4 funksiyasının deyir, təpə nöqtəsinin koordinatlarını tapın. Yenə bu funksiyada y nəyə bərabərdir? A olsun x minus m kvadratı plus n. Fikir versəniz, y bərabərdir x minus 0'ın kvadratı plus 4. Yəni m burada 0'dır, n burada 4'dür. Yəni x, y cütü kimi baxsanız 0, 4. Yəni m budur, n budur, belə deyək də. Bizim cavabımız 0, 4 olacaq. Yəni B bəndi. Sonra 153. Funksiyasının təpə nöqtəsinin koordinatlarını tapın. Təpə nöqtəsinin koordinatları, yəni m, n. M'in düsturu nə idi? Mənfi b bölünsün 2a. N'in düsturu nə idi? Mənfi diskriminant bölünsün 4a. Vəssalam. Biraz da sadə yazsaq, 4ac minus b kvadrat bölünsün 4a deyə bilərik. İndi fikir versəniz, baxın bu funksiya. Funksiya necədir? Y bərabərdir x kvadrat plus 6x minus 10. Bunun təpə nöqtəsinin koordinatlarını soruşur. Bizdə a 1'ə bərabərdir, b 6'dır, c mənfi 10'dur. Birinciden m'i tapa bilirik. Düzdürmü? Yəni mənfi b mənfi 6 bölünsün 2 vur 1. Mənfi 3. Artıq cütümüzün biri mənfi 3'dür. Yəni A, B, C. Bəs n'ı tapsanız 4 vur 1 vur mənfi 10 çıx 6'nın kvadratı bölünsün 4 vur 1. Bu bizə neçə verir? Mənfi 40 çıx 36 böl 4. Düzdürmü? Yəni mənfi 76 bölünsün 4. Bu da deyəcək neçə? Deməli 19, hə? Mənfi 19. Deməli n'ı da tapdıq, mənfi 19. Yəni düzgün cavab A bəndi. Eyni ilə 154'də bu formada yaza bilərsiniz. Sonra baxaq 154'ü qoy yazım. 154. Y bərabərdir mənfi x kvadrat plus 4x minus 6. A bizdə məlumdur, B bizdə məlumdur, C budur. M'ni yazsaq, M bərabərdir mənfi B bölü 2A, M bərabərdir 4AC minus B kvadrat bölünsün 4A. Buradan M nəyə bərabər olacaq? Mənfi 4 bölü 2. Yəni 2 vur mənfi 1 daha. Mənfi 4 böl mənfi 2. Bu eləyər 2. Deməli biz cütümüzün birini tapdıq 2.
Yəni çox güman C bəndi olacaqdan. Bir dənə oradadır çünki x-in qiyməti 2 olan bir dənə oradadır. Bəs n-i necə taparam? 4 vur AC -1 -6 çıx 4-ün kvadratı böl 4 vur -1. Bu bizə müsbət 24 çıx 16 böl -4. Bu da bizə -2-ni verəcək. Çünki bu eləyər 8. 8-i -4-ə bölərəm -2. 2 -2. Yalnız və yalnız C bəndindədir. Sonra 155-ə baxırıq. 155. Y bərabərdir x kvadrat minus 4x minus 12 funksiyası absis oxu ilə kəsişmə nöqtələrini tapın. Absis oxu ilə kəsişmə nöqtələrini. Yəni absis oxu OX ilə kəsişmə nöqtələrini. Yəni bu zaman y-ə mən 0 deməliyəm, düzdür? OX-dan söhbət gedirsə y-ə 0 deyirik. Yəni funksiya baxın x kvadrat çıx 4x çıx 12 bərabərdir y deyil. Y-ə dediyi 0 deyiləcək. Kvadrat tənlik kim bizə lazımdır? Viyet. Hansı ədəddir ki, köklər hasili bizdə -12 edir? Köklər cəmi isə əks işarə ilə ikinci ədədin baş əmsalı. Müsbət 4. Yəni, təbii ki, parçalasaq x plus 2 x minus 6'dır da bunlar. Yəni, x-in bizə -2 qiyməti, x-in bizə 6 qiyməti lazımdır. -2, 6 qiyməti hardadır? A bəndi. Sonra 156. 156'da da bu zaman nə deyir? Bəli, yenə absis oxu ilə kəsmə nöqtələrin sayı. Yenə y-ə 0 deyəcəyik. X kvadrat minus 11x plus 28 bərabərdir 0-a. Hansı ədədlərdir ki, hasili müsbət 28 edəcək? Cəmi müsbət 11 edəcək. Təbii ki, 4 ilə 7-dir daha. Düzdür? Deməli. 4 ilə 7. Müsbət. Hər ikisi müsbət olmalı. Bax bu. Yəni, x1 vur x2 28 eləməlidir. x1 üstə gəl x2 müsbət 11 eləməlidir. Demişik ki, əks işarə ilə. Çünki köklər cəmin qaydası necə idi? Mənfi b böl a deyil. Məndə də a 1-dir, b -11-dir, c 28-dir. Tətbiq eləsəm mən köklər cəmin nə tapmalıyam? Mənfi b böl a, düzdür? A bizdə var, 1-dir. Mənfi b nəyə bərabərdir? Düsturun özündə mənfi var, bir də b-nin öz mənfisi var da. Düzdürmü? Müsbət 11-i görürsünüz, alıram. Deməli, hansı ədədlər oldu? X minus 7, x minus 4 bərabərdir 0-a. Yəni, bu formada yazılır və bizə bunları 0-a çevirən qiymətlər lazımdır. Bu müsbət 7-dir, bu da müsbət 4-dür. Müsbət 4, müsbət 7, yəni C bəndi. 157. Bu biraz nisbətən asandır. Çünki nəyə görə soruşur? Ordinata görə. Yəni, ordinat oxuna görə soruşur. O y-ə nəzərən soruşur. Bu zaman mən nə etməliyəm? X-lara 0 deməliyəm. Yəni, 157-də nə edəcəyik? Y bərabərdir 3x kvadrat plus 6x minus 7. X-lara 0 desəm, y bərabər 3 vur 0-ın kvadratı, 6 vur 0 plus 7, artıq birbaşa y-ə 7 deyə bilərik. Yəni, düzgün cavab, bircə dəqiqə, -7-dir bu. -7, işarə səhv eləmişik, bax, D bəndi. Sonra yenə, ordinat oxundan söhbət gedir. O y-dən söhbət getirirsə, x-a 0-dir. X-a 0 desəm, 0, 0, müsbət 6, C bəndi. Sonra 159. Populyar suallardan biri. 159'da deyir ki, y bərabərdir x kvadrat minus 3x minus 5. Ən kiçik qiymət. Yəni, bizə lazım olan, baxın, n-in düsturu var idi, n-in düsturu. Mənfi diskriminant böl 4a. Düzdürmü? Və yaxud
4ac minus b kvadrat böl 4a. Baxın, bizə lazım olan budur. Qısa konkret. İlk öncə a-nı, b-ni, c-ni təyin edin. A nədir? 1. B nədir? -3. C nədir? -5. Vəssalam. Tətbiq edək. 4 vur A, vur C. B-nin kvadratı. Çıxılsın 4 vur 1. Bu bizə nə verəcək? Bu eləyir -20. Çıx. Deməli 9. Bu da 4. Deməli -29 bölünsün 4. Bu da 7 tam neçə eləyir də? -7 tam. Görək səhv etməmişik burada. Hə, düzdür. -7 tam %25. A bəndi. Sonra 160-a baxırıq. Yenə ən kiçik qiymət soruşur. Y bərabərdir 2x kvadrat minus 3x plus 6. Ən kiçik qiymətini tap. Nə edəcəyik? Deməli, n bərabərdir mənfi diskriminant böl 4a. Yəni 4ac minus b kvadrat bölünsün 4a. A bizdə 2, b bizdə -3, c bizdə -6. Düzdürmü? Tətbiq etsək, nə baş verəcək burada? 4 vur 2 vur 6 çıx -3-ün kvadratı böl 4 vur 2 bərabərdir. Bu bizə verir neçə? 48 çıx 9 böl 8, elə deyilmi? Bu eləyəcək 37 böl 8. Bu neçə dəfə düşür? 5. 4 dəfə düşür də, düzdürmü? 4 tam. Və yaxud elə 37 böl 8. Deməli, bircə dəqiqə. Nəydə səhv var burada? Deməli, burada 39 böl 8. 39 böl 8. Yəqin ki, burada çapda səhv gedir. Başqa biz nəydəsə səhv eləmədik ki. 4 vurulsun. A-dır, C-dir. 48 çıx 9. Hə, cavab 8-də 39 olmalı. Yəqin ki, burada problem olub nəydəsə. Sonra 61-ə baxaq. 61-də nə deyir? Ən böyük qiyməti y bərabərdir -x kvadrat çıx 3x minus 4. A -1-dir, B -3-dür, C -4-dür. N nəyə bərabərdir burada? Yenə də 4ac minus b kvadrat bölünsün 4a bərabərdir. 4 vur -1 vur -4 çıxılsın -3-ün kvadratı. -3-ün kvadratı bölünsün 4 vur -1 bərabərdir. Sürət bizə nə verəcək? Bu bizə verir müsbət 16. Çıx 9 böl -4. Bu da neçə eləyəcək? Deməli 7 böl -4. Yəni -4-də 7 olmalıdır cavab. -4-də 7. Belə, -4-də 7. Yəqin ki, bu çaplarda, cavablardan isə problem yaranıb. Ola bilər. Sonra 162-yə baxaq. Yəni, bu tamamilə doğru bir həll yoludur. Heç bir problem yoxdur. Ola bilər ki, kitabda, çapda problem var. Sonra 162. Y bərabərdir -mol x plus 3 təpə nöqtəsinin koordinatlarını soruşur. Bu zaman y bərabərdir a, deməli x minus m plus n. Dedik burada m, n nə olacaq? Təpə nöqtəsinin koordinatları olacaq. Düzdürmü? Yəni belə yazaq da y bərabərdir -x minus 0 plus 3. Elə deyil. Burada m nədir? 0-dır. N də 3-dür.
Yəni 0 3 nöqtəsi 0 3 nöqtəsi 0 3 D bəndi. Oy. Deməli D bəndi. Sonra həmçinin 163-də deyir ki, burada ən kiçik qiyməti soruşur. Ümumiyyətlə modul ifadə ən kiçik qiyməti. Modul ifadə belə deyək də, bunun mənfi ola bilməz axı. Modul qiyməti ən kiçik qiyməti yəni 0-dır. 2x plus 3 plus 4 deyir ən kiçik qiymətini. Modulun ən kiçik qiyməti yəni 2x plus 3 böyükdür bərabərdir 0. Düzdürmü? Böyükdür bərabərdir 0. Çünki modul ifadə modulun ən kiçik qiyməti 0 olacaq. Bu zaman y bərabərdir 0 plus 4 bərabərdir 4-ün özünə. Yəni modul daxili ifadə ancaq 0 ola bilər də, belə deyək. Bu ifadə 0, yəni y bərabərdir 0 plus 4. Ən kiçik qiymət olacaq 4. Yəni y bəndi. 164-də bizdən soruşur. Ən böyük qiymət y bərabərdir mənfi x minus 3 minus 5. Ən böyük qiyməti soruşur. Burada modulun qarşısında mənfi var axı. Bunun üçün ifadə maksimum 0 ola bilər də. 0 nə zaman olacaq? Yəni x 3-ə bərabər olsa, düzdürmü? 0 olacaq. Onda y-in qiyməti nə olacaq? 0. Bütün bu ifadə olacaq. 0 çıx 5. Ən böyük qiymət mənfi 5 D bəndi. Sonuncu sual. Y bərabərdir x minus 3 plus 0.5. Təpə nöqtəsinin koordinatını tapın. Yenə də y bərabərdir a x minus m plus n düsturuna əsasən. Bizdə m-in yerində dayanıb 3. Çünki bizə bunu sıfıra çevirən ifadə lazımdır da, belə deyək. Sıfıra çevirən, modulun daxilini sıfıra çevirən qiymət 3-dür. N-in də yerində 0.5 dayanıb. Yəni 3 0.5. 3 0.5 deməli 3 0.5 y bəndi olacaq. Vəssalam. Zəhmət olmasa videonu bəyənib abunə olmağı unutmayın. Sağlıqla qalın uşaqlar.